Ama İsrail bir şeyi unuttu. Eləcə Trump da bir şeyi unuttu. Her şeyi, namusu, şerefi, pulu, pula değişen, bak namusu, şerefi, gayreti, kişiliği, her şeyi pula değişen adamdan size hayır olabilmez. Size hayır olabilmez. İsrail ve Netanyahu işi kişiyle görmediler. İşi kişiyle görmediler. İş kişiyle görülməlidir. Kişilərlə. İranı parçalamağın yenə deyirəm bir yolu var idi. Cənubi Azərbaycan ayağa qalxmasa, İran heç vaxt parçalamayacaq. Çünki ölkənin onurğa sütununu, özəyini, beyin mərkəzini elə ki beyin mərkəzi farslarında farsarlı ideologiyası minillərə dayanan. Amma vuran qol, bədən, vücud, orqanlar hamısı Türklərdir, Azərbaycan Türkləridir. Oğuz boyudur. Oğuz soyudur. Onlar baxırlar İlham Əliyevə, Azərbaycana, Şimali Azərbaycana, İlham Əliyevin idarəçiliyinə, hansı Yahudilər, Siyonistlər dəstək verib saxlayıb, Ravilər, İsrail lobbiləri, Britaniya biraz, Amerika biraz, Rusya, axır ki, İsrail, Yahudi lobbisi daim İlhamın arxasında oldu. Daim İlhamın arxasında oldu. Bunlar baxdıkca biz dağıldıqlar ki, müstəqil olduq. Başımızın üstündə İlham Əliyev kimi bir Siyonistli bir köpəyini qoyacaqlar başımızın üstünə. Bədənimizi, şərəfimizi satılmaqdan başqa yaşama şansı qoymayacaqlar. Bütün Hindistanı, Pakistanı töküb qız gəlinlərimizi otellərində şeylətdirəcəklər. Orqanları da satmaq üçün cavab növbəyə duracaq. Ha, gəlisinizə. Bir baxın Erdoğan, İsrailin anası Yahudi Erdoğan'ı Türkiyənin nə günə qoydu. Bir baxın Yahudi köpəyi İlham Əliyevdə qohumluğu da var. İlham Əliyev Azərbaycanı nə günə qoydu. Ha, Türkiye, Azərbaycandakı Yahudi, Amerika, Britaniya dəstəkli rejimin idarəçiliyinə baxan 50 milyon Türk də müstəqilliyi istəyər mi? Heç vaxt istəməz. Həyatı boyu istəməz. İranın dağılmamasına səbəb İlham Əliyevin Azərbaycanda repressiv durum yaratmasıdır və bakın bunun bariz bir nümunəsi. 5, 10, 15 il bundan qabaq. 15 il bundan qabaq. Hələ İranın o uçağın dalı qabağı kəsilən vaxtı. Nə edirdilər? 30 il, 20 il bundan qabaq nə edirdi Cənubi Azərbaycan? Milyonlar meydanda olurdu. Şimal, Cənub bir olsun, paytaxt Təbriz olsun. Deyirlər, Azərbaycan şuarları səsləndirirlər. İndi axırınızda nə zaman görmüsünüz? Meydanlara tökülərlər və elə bir şuar səsləndirərlər. Görmüsünüz belə bir şey? Baxırlar ki, Azərbaycanda dərman tapılmır, hamısı İrana qaçır. Azərbaycanda həkim tapılmır, bütün xəstələr İrana qaçır. Baxırlar ki, Azərbaycanda qadınlar, kişili qadının hamı bədənini satmağa çalışır. Hamı olmasa da bədənini, şərəfini satmayan həyatda qalma şansı yoxdur.